Axşamınız xeyir olsun, hörmətli izləyicilər. May ayının 6-sında Ordubad rayonunun Tivi kəndindən, məhəlləmizdən sizləri salamlayıram. Quşların cəhcəh səsinə çıxmışam çölə. Neçə gündür yağış yağır, təbiət canlanıb. Kətdən kənarda dağlar bomboz bozarmışdı. Artıq yaşıllaşdığı hiss olunur. Sarıqayada payız rüzgarları əsirdi. İndi yazı qarşıla. Yağışdan sonra havalar isti olmayıb. Bir həftə isti olsa, otlar bir qarşı uzanacaq. Biraz irəli gedim, orada ağaçlar çoxdur. Ağaçların budaqlarında da quşlar oturub bir-birinə bahar nəğməsi söyləyirlər. İmkan olsa bir nəğmə də biz deyərik orada. Quşların söhbətini anlamağa çalışacağım. Quşların cəhcəhini dinləmək üçün sükut elədim. Yoxsa mən quş dili bilən Süleyman deyiləm ki. Şoroğun nəvəsi də minib atın üstünə, məndən xəbərsiz keçdi aşağı. Şövqi! Eşitmədi. At belində növbə təhvil almağa gedir, nədir? Sahi, bu quşlar nə deyir? Bəlkə baharı təsvir edir. Öz cütün səs deyir, nəğmə deyir ona. Burada səsləri daha yaxşı gəlir. Bizim baharı vəsf edən şairimiz kim idi? Bahar şairi. Elə ömrünün baharında da bu dünya vida etdi. Daha doğrusu vida etdirdilər. Müşfiqdən gedir söhbət. Müşfiqin yeni oba olaydı, maralım, sənin gülüşlərin, qarşımdan azlanıb yenə gülürsən, bilsən gülüşlərin nəyə bənzər? Mən desəm artıqdır, özün bilirsən.
lalə yarpağında şehə bənzəyir. Sənin gülüşlərin bir rüzgar kimi əsərkən arzumun gülü açılır. Gülsə dodaqların ulduzlar kimi ruhuma bir sərin işıq saçılır. Söylə gözəllərin dodaqlarından bu oynaq gülüşlər umulmuşmudur? Sənin hər qəhqəhən ay kənarından keçən buludmudur? Uçan quşmudur? Sənin gülüşlərin yaz səhərindən istimə fikrimə sanki rəng alır. Gül ki şeirlərim gülüşlərindən qırılmaq bilməyən bir ahəng alır. Sən güldüyün zaman bu şad günümdə açılır qarşımda canlanır bahar. Bəzən baş ucumda, bəzən önümdə şimşəklərim çaxar, sularım axar. Sahankisi olmayan bir bağça bağdır. Burada rəvamodur gülmədən ölmək. Yazıq o şəxsə ki, qara qabaqdır. Nə qədər yaraşır insana gülmək. Bəhlul anında deyirdi ki, şeirləri hər hansı bir musiqinin müşayiəti ilə ifa elə. Bugün tam yerinə düşdü. Quşlar ətrafımda gəzib mənim şeirimə, Müşfiqin şeirinə vokalisti elədilər. Yaxınımdan bir dənəsi gür səsinə oxuyub quşdu, hansı quşdu belə? Nə cür səsi var mı? Hanı o? Gördüm kuş. Oturup tut ağacının kanadında. Güneş yaxşı imkan vermir görüm. Evin arkasından geçip görüntülemeye çalışacağım. Qara toyuğa oxşayır. Oxuyan həmin quşdur, qara toyuqdur. Dimdiyinin aralanmasından hiss edirəm ki, möhtəşəm səsi ilə könlümüzü oxşayır. Biraz da yaxınlaşdırım. Tam qarşımda deyil. Fərqli səsi çıxadan doymuş. Mən elə bildim ki, başqa quşda oxuyur. Sonra arada bir nəqarət eləyir. Telefonun kamerasını quşa tərəf çevirib görüntünü korlamayacam. Onsuz da bizim üçün oxuyur. Bu gözəl görüntüləri sizlərə təqdim eləmək istəyirəm. TV kəndinin ən gözəl çağlarıdır. Hələ 15 gün keçə, çıxasın ətrafdakı təpələrə, Sarıqayıya, Sələmə dağına, Qarafirə, digər istiqamətlərə tamaşa eləyəsən kəndə. Və tezdən axşama qədər qalasan bir zirvədə müşahidə eləyəsən. Kəndi, onun gözəlliyi. Şair olsan mütləq həmin gün bir şeir yazarsan. Şair olmasan da şair təbiətdə olursun. Axşam sağı buludların arasından sıyrılıb günəş yüzünü göstərdi.
Dağlı güneş kırmızı, can gülüm can can, topladı oğlan kızı, can gülüm can can. Bugün belki de video çəkmək üçün ən yaxşı yerə gəlmişəm. Aşağı tərəfdə də quşların səsi gəlirdi. Buradakılar əsl müğənnidirlər. Xalq artistləri. Bəzən səhv də olur. Qarğalara da xalq artisti adı verirlər. Əsl artistlər kənarda qalır. Bəlkə bugün hansısa bir etkinlik var, biz bilmirik. 9 may qələbə gününə bəlkə konsertə hazırlaşırlar. Ya fikir verməmişəm, ya da ki bugün bir başqa gündür. Hər tərəfdə quşlar cəhcəh vurur. Söhbətimizin əvvəli də, sonu da təbiətlə, quşlarla bağlı oldu. Sağ olun, hörmətli izləyicilər. Videomuzu bəyənin, paylaşın, yorumlarda yazın. Yazın görək kim belə bir təbiətdə olsa necə video çəkər. Bizim bu videomuz qənaətbəxş sayıldı. Söhbətlərimiz yerinə düşdü, yoxsa bundan yaxşısını da hər şeyə gətirmək olar. Doyumsuz gözəl mənzərədir. Həvəsdir, bəsdir, gilasdır, bəsdir. Belə davam eləsəm, saatlarla çəkmək olar videonu. Videonun yükləmə tərəfi var. İzləyicilərin də izləyərkən çox vaxtlarını almayaq. Onsuz da gündəlik videolarımız var. 10 il bundan əvvələ qədər yaşadıqlarımız xatirələrdə qaldı. Telefon icad olunandan sonra videolarda yaxşı vaxta zamana dayıq. Bizdən əvvəlki nəsil, bizim də uşaqlığımız elə bir vaxta təsadüf elədi ki, bəzilərinin baxmağa bir şəkli yoxdur. İndi ancaq çək saxla, uşaqda olduğunu bir günlüyündən 20 yaşına qədər hər gün şəklin videosunu çəkib gələcəkdir. Göstərmək olar ki, sən buydun. Mənim uşaqlıqdan bir şəklim qalıb. 5-6 yaşında olanda qardaşım Osman aparıb su üstünə at yarışmasına, qonşumuz şəmşir çəkib başımda bıcıq papaq, əlimdə cinsi oxşayan bir qurtqa, sol tərəfdə döş cibin üstündə də bir xokkeyçi şaybiyə zərbə yendirir. Bir şəkildə bu qədər xatirə çıxada bilirəmsə indi çox olsaydı siz təsəvvür edin. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Salamat qalın.